Dərs 23-ün izahına baxaq. Quru suları, çaylar. Quru sularına nələr daxildir? Çaylar, göllər, su anbarları, bataqlıq, buzlaqlar və s. Yer səthində asdığı yataq üzrə hərəkət edən suya çay deyilir. Çayın başladığı yer onun mənbəyi, töküldüyü yer isə mənsəbi adlanır. Çayın mənbəyinə buzlaq, göl, bataqlıq, bulaq aiddir. Töküldüyü yerə, yəni mənsəbinə isə okean, dəniz, körfəz, boğaz, göl, bataqlıq, başqa bir, yəni digər çay ola bilər. Çayın mənbəyi okean, dəniz, körfəz, boğaz ola bilməz. Diqqətli olun. Çayın mənbəyi nə idi? Çayın başladığı yer. Yəni okean, dəniz, körfəz və boğazdan çay başlaya bilməz. Çayın mənsəbi. Mənsəb nə idi? Çayın töküldüyü yer. Çayın mənsəbi bulaq, buzlaq ola bilməz. Yəni çay bulağa və buzlağa tökülə bilməz. Çayların mənsəblərində delta və estuarilər yaranır. Çayın mənsəbində çoxlu qollara bölünərək gətirdiyi çöküntülərdən yaranan düzənlik deltadır. Düzənlik çaylarının mənsəbində delta yaranır. Hind, Qanq, Nil, Mississippi, Volqa, Dunay, Lena, Orinoco, Hind-İravadi, Makkenzi, Niger, Pod çaylarının mənsəblərində delta yaranmışdır. Mənsəbdən mənbəyə doğru çayın irəliləməsi nəticəsində genişlənən və dərinləşən qıf şəkilli körfəz estuari adlanır. Estuarisi olan çaylara Elba, Parana, Reyin, Ob, Peçora, Yenisey, Dnestr aiddir. Amazon və yansızı çaylarında həm estuari, həm də delta var. Bir sıra çaylar öz suyunu su tutara çatdıra bilmir. Belə çaylar körmənsəbli çaylar adlanır. Mənbə ilə mənsəb arasında qalan çökəklik çay dərəsi adlanır. Geniş çay dərəsinə vadi deyilir. Qurumuş çay dərəsinə qobu deyilir. Çay dərəsinin formalaşmasında relyefin təsiri böyük olur. Dağ çayları yumşaq çuxurlar üzərində axaraq dərin, ensiz və dik yamaçlara malik kanyonlar əmələ gətirirlər. Ən dərin kanyon Şimali Amerikada Kolorado və Kolumbiya çayları üzərindədir. Dağ çayları bərk çuxurlar üzərindən axdıqda onları yuyub apara bilmir. Bu halda hündürlükdən tökülərək şəlalə yaradırlar. Ən hündür şəlalələr Angel, Niagara, Iguazu, Victoria, Tugela, Afrikada Kongo çayı üzərində və Livingstone şəlaləsi yerləşir. Eyni zamanda burada 32 şəlalə var. Düzənlik çayları sakit və yavaş axır. Onlar subasarı və terrası ilə seçilir. Subasar çayın səviyyəsinin qalxması ətraf ərazilərin su altında qalmasıdır. Terras isə çayın yamacı boyu yaranan pilləvari relyef formalarıdır. Suyunu su tutara çatdıran çay əsas çaydır. Əsas çayın axın istiqamətində ona tökülən çaylar isə qolları adlanır. Təbii ki, sağdan tökülən çay sağ qolu, soldan tökülən isə sol qoludur. Əsas çay qolları ilə birlikdə çay sistemi adlanır. Hər bir çayın qolları ilə birlikdə su topladığı sahə onun su toplayıcı hövzəsi adlanır. Müəyyən ərazidə olan çay sistemlərinin cəmrinə çay şəbəkəsi deyilir. Yəni, bir ərazidə olan çay sistemləri çay şəbəkəsini əmələ gətirir. Ərazidən axan çayların uzunluğunun, onların hövzəsinin sahəsinə nisbəti çay şəbəkəsinin sıxlığı adlanır. Yəni, çay şəbəkəsinin sıxlığını tapmaq üçün biz ərazidən axan çayları toplayırıq və su toplayıcı hövzənin sahəsinə bölürük. Çayların həm dağıdıcı, həm yaradıcı təsiri var. Çayların dağıdıcı fəaliyyətinə eroziya, yaradıcı fəaliyyətinə isə akkumulasiya deyilir. Hər bir çay relyefdən asılı olaraq 3 hissəyə ayrılır. Yuxarı, orta və aşağı axına. Yuxarı axın dağlıq ərazilərdə olur. Orta axın dağlıq ərazidən düzənlik əraziyə çıxdığı hissədə, aşağı axın isə düzən ərazidə olur.
Çayın düşməsi nədir bəs? Çayın mənbəyi ilə, yəni başlanğıcı ilə mənsəbi arasında, yəni göl töküldüyü yer arasında olan hündürlük fərqinə çayın düşməsi deyilir. Çayın düşməsini tapmaq üçün mənbədən mənsəbi çıxmaq lazımdır. Bəs çayın meylliliyi nədir? Çayın düşməsini bildik. Mənbə ilə mənsəb arasında fərqdir. Çayın düşməsinin uzunluğuna nisbəti isə çayın meylliliyi adlanır. Düşmənin uzunluğa nisbəti meyillilik adlanır. Meyillilik böyük olan çaylar dağ çaylarıdır. Vahiddən kiçik olan çaylar isə düzənlik çaylarıdır. Çayın en kəsiyindən 1 saniyə ərzində keçən suyun miqdarına su sərfi deyilir. Su sərfini tapmaq üçün en kəsiyinin sahəsini surətə vururuq. Çayın qida mənbələri nəticəsində çayın rejimi yaranır. Çayın müxtəlif qida mənbəsi ola bilər. Yağış, qar, yeraltı sular, buzlaq suları və s. Mülayim enliklərdən axan çayların qidalanmasında həm yağış, həm qar suları üstünlük təşkil edir. Və bu çaylar adətən yaz aylarında bol sulu olur. Çünki həmin dövrdə yağıntılar çox düşür və qarlar əriyir. Belə çaylar Volqa, Reyn, Mississippi, Dunay, Dnepr çaylarıdır. Bəzi çaylarda yağış suları ilə qidalanma daha çoxdur. Çünki burada yağıntı çoxdur. Ekvatorial, subekvatorial, musson iqlimə malik olan çaylar belə çaylara aiddir. Belə çayların qidasının əsasını yağış suları təşkil edir. Ona görə də ərazidə çaylar daha çox bol sulu olur. Çünki ekvatorial, subekvatorial ərazilərdə yağıntı da çox düşür. Ekvatorial ərazidə olan Amazon və Kongo çaylarının səviyyəsi il boyu sabitdir. Çünki il boyu yağıntı çox olur. Subekvatorial və musson iqlimə malik ərazilərdə olan çaylar isə bu ərazidə yağıntı yayda düşdüyü üçün həmin çaylarda da suyun çoxalması yaya təsadüf edir. Çayın rejimini qrafik formada göstərən sxem hidroqraf adlanır. Hidroqrafın köməyi ilə çayda suyun səviyyəsini aylar üzrə dəyişməsini və s. müşahidə edib müqayisə aparmaq mümkündür. Sel və daşqın. Çayda baş verən təbii fəlakətlərdən biri sel və daşqınların yaranmasıdır. Yəni suyun çayın dərəsindən çıxaraq ətraf ərazilərə yayılmasıdır. Daşqın və sel quruda baş verən ən mühüm hidroloji hadisələrdir. Bu nədən yarana bilər? Uzunmüddətli yağışların yağmasına görə, qar örtüyünün sürətlə əriməsinə görə və eyni zamanda texnogen amillərinə görə. Yəni su anbarında bəndin dağılması texnogen amil sayılır ki, bu zaman daşqınlar baş verə bilər. Çayın rejimi tənzimlənmiş və tənzimlənməmiş olur. Əgər çayın üzərində su anbarı varsa, bu rejimi tənzimlənmiş çaydır. Üzərində su anbarı inşa edilməyən çaylar isə tənzimlənməmiş ya da təbii rejimli çaylar adlana bilər. Qrafika diqqət yetirsək, birinci xətlə göstərilən çayda su anbarı tikilməyib. Baxın, rejim bu formada dəyişir. İkinci xəttdə isə çayda su anbarı tikilib və artıq burada tənzimlənmə, yəni çayın səviyyəsi bir qayda olaraq eyni formada axır. Yer kürəsinin gölləri. Yer səthində təbii qapalı çökəklik göl adlanır. Göllərin okeanlarla birbaşa əlaqəsi olmur. Göl çökəkliklərinin mənşəyi yerləşdiyi ərazinin relyef xüsusiyyətindən asılıdır. Çökəkliklərinin mənşəyinə görə göllər tektonik əyilmə zonasında yerləşən göllər, tektonik sınma zonasında yerləşən göllər, zəlzələ uçqun gölləri, vulkan krateri və onun ətrafında yerləşən göllər, çay dərələrində, köhnə yataqlarda yaranan axmaz göllər, meteoritlərin yaratdığı çökəkliklərdə yaranmış göllər, buzaqların fəaliyyəti ilə yaranmış göllər, yeraltı suların təsiri ilə çökəkliklərdə formalaşan karstik göllər, küləyin fəaliyyəti ilə yaranmış eol göllər aiddir. Və hər bir gölün adı hansı
hissəyə aid olduğu verilmişdir. Məsələn, tektonik əyilmədə Xəzər, Aral yerləşir. Tektonik sınmada Baykal, Tankanika, Nyasan. Zəlzələ uçqun nəticəsində Tana, Saris, Göygöl, Maralgöl və s. gölləri yaranmışdır. Göllər eyni zamanda su kütlələrinin əmələ gəlməsinə görə də ikiyə ayrılır. Relikt göllər və yağıntılar nəticəsində yaranmış göllər. Relikt göllər qalıq göllərdir. Bu qədim dövrlərdə okeanların tərkib hissəsi olmuş, amma sonralar baş vermiş tektonik proseslərin nəticəsində okeanlardan ayrılaraq qapalı axarsız hövzəyə çevrilmişdir. Xəzər, Aral, Çad, Böyük Duzlu buna aiddir. Yağıntıların quru səthində çökək hissələrə yığılaraq əmələ gətirdiyi göllər isə ikinci növə aiddir. Göllər su mübadiləsinə görə axarlı və axarsız olur. Əgər gölə çay tökülür və eyni zamanda çay başlayırsa, bu göllər axarlı göllər adlanır. Axarsız göllərə isə çaylar tökülür, amma heç bir çay başlamır. Bu da axarsız göllərdir. Göllər eyni zamanda suyunun tərkibinə görə şirin sulu və şor sulu olmaqla da iki qrupa bölünür. Duzluluğu 1 promildən az olan göllər şirin sulu göllərdir. Baykal, Ladoqa, Onega, Göygöl və s. Şor sulu göllər isə Xəzər, Aral, Eyyir, Böyük Şor gölləridir. Sahəsinə görə dünyanın ən böyük gölü Xəzərdir. Dərinliyinə görə Baykaldır. Sahəsinə görə Yuxarı göldür. Duzluluğuna görə Ölü dənizdir. Ən yüksək dağ gölü isə Titikaka gölüdür. Buzlaqlar, bataqlıqlar və yeraltı sular. Qurunun 11%-ni buzlaqlar təşkil edir və onlar qar xəttindən yuxarıda yaranır. Hündür ərazidə qar tədricən sıxılaraq dənəvər formada olur ki, bu da Firin buzlağı adlanır. Sonrakı mərhələdə qar daha da bərkiyərək südrəngli, şəffaf qletser buzlaqlarını yaradır. Qar xəttinin hündürlüyünün dəyişməsi ərazinin iqlim xüsusiyyətlərindən asılı olaraq baş verir. Yamasların istiqaməti də qar xəttinin hündürlüyünə təsir edir. Dağların ekvatora baxan yamaslarında qar xətti daha hündürdən keçir. Yəni ekvatorda isti olduğu üçün aşağı ərazilərdə qar tez əriyir. Ona görə qar xətti daha hündürdən keçir. Yəni soyuq əraziləri biz daha hündürdə görə bilərik. Şəklə diqqət yetirsək, qar xəttinin hansı hündürlükdən keçdiyi göstərilmişdir. Kordilyer dağlarında 5000-6000 metr yüksəklikdə qar xətti keçir. Qafqaz dağlarında 3000-4000 deyə bilərik. Alp dağlarında 2500, Uralda 1000 metr, Qrenlandiyada 500 metrdən, qütb ərazilərində isə 0 metrdən yüksəkdədir və Ant dağlarında 4000-5000 metr yüksəklikdən qar xəttini görə bilərik. Quruda buzlaqlar dağ və örtük buzlaqlarına bölünür. Dağ buzlaqları qar xəttindən yuxarıda yerləşən zirvələrdə, yamaslarda, dağarası çökəkliklərdə yaranır. Ən böyük dağ buzlağı isə daha böyük dağlarda yaranmışdır. Dünyanın ən böyük dağ buzlaqlarında Pamirdə yerləşən Fetçenko, Ant dağlarında Perito Moreno, Qaraqorumda Siachen, Alp dağlarında Aliç buzlaqlarını misal göstərə bilərik. Azərbaycanda buzlaqlar və çoxillik qar talaları Böyük Qafqazın daha yüksək zirvələrində. Kiçik bir hissədə isə Kiçik Qafqazda var. Azərbaycanda qar xətti 3900 metrdən yüksəkdə keçir. Buna görə də Bazar düzündə, Şad dağda, Tufan dağda, Bazar yurtda və s. əsas sahəni tutur. Qapıcıqda isə nisbətən kiçik bir ərazidə biz bu buzlaqları görə bilərik. Örtük buzlaqları qar xəttinin 0 metrə yaxın olduğu ərazilərdə Antarktidada, Qrenlandiyada yayılmışdır. Örtük buzlaqlarından aysberglər yaranır ki, aysberglərdə uzunluğu çox ola bilir və hündürlüyü də 50 metrə qədər olur və aysberglər şirin su mənbəyi kimi istifadə olunur. Yer səthinin ifrat rütubətlənmiş və 30 sm-dən qalın torf qatı ilə örtülmüş əraziləri bataqlıq adlanır. Yəni torf qatı 30 sm-dən az olduqda bataqlıqlaşmış ərazilər yaranır.
Bataqlıqların yaranma səbəbləri: yağıntıların miqdarının buxarlanmadan çox olması, hamar relyef, göllərin dayazlaşması, yeraltı suların yer səthinə yaxın yerləşməsi, düzənliklərdə su keçirməyən süxurların səthə yaxın yerləşməsi, daimi donuşluq, məsaməsiz qleyli pozsal torpaqların olması və s. aiddir. Bataqlığın yaranması durğun su tutarlarda rütubətsevən bitkilərin, xüsusilə sfaqnum mamırının yaranmasına səbəb olur. Mamır bataqlıqlaşmış səthi örtərək digər bitkilərin çürüməsinə və ərazinin daha çox bataqlıqlaşmasına səbəb olur. Nəticədə isə bu çürümüş bitki qalaqları toplanaraq torf qatını əmələ gətirir. Bataqlıq bundan sonra formalaşmasında əsas rolu bitkilər oynayır. Bataqlıqların qidalanma xüsusiyyətinə və bitkilərin xarakterinə görə üst və alt bataqlıqlara bölünür. Üst bataqlıq yüksək, alt bataqlıq isə çökəklik bataqlıqları adlanır. Ən böyük bataqlığa biz Qərbi Sibirdə Vasiqan bataqlığını deyə bilərik. Azərbaycanda da su komplekslərinin tərkib hissəsi olan bataqlıqlar əsasən ovalıqda, qismən də yüksək dağlıq ərazilərdə yayılmışdır. Bataqlıqların daha çox rast gəlindiyi Küraraz, Samurdəvə ovalığı, sonra Lənkəran ovalığıdır. Eyni zamanda Qızağac körfəz sahillərində də bataqlıqlar var. Ağgöl, Mehmangöl, Ağzıbirçay gölləri ətrafında da bataqlıqlar daha çoxdur. Yer qabığı su keçirən süxurlardan və su keçirməyən süxurlardan təşkil olunmuşdur. Yer səthində düşən yağıntı sularının bir hissəsi su keçirən süxurlardan keçir, yerin altına hopur və nəticədə süxurların çatlarında toplanmış yeraltı sular yaranır. Süxurların yatım ardıcılığına asılı olaraq yeraltı sular qurut və lay arası sularına bölünür. Yer qabığının üst hissəsində su keçirən, ondan altda isə su keçirməyən lay yerləşəndə yağıntı bunlar arasında boşluqlarda yığılır və qurut sularının yaranmasına səbəb olur. Qurut suları tərkibinə görə şirin və mineral olur. Tərkibində çoxlu duzlar və qazlar olan sular mineral sular adlanır. Bir çox hallarda da belə sulardan müalicə məqsədi ilə istifadə olunur. Yer qabığında iki su keçirməyən lay arasında olan sular layarası sular adlanır. Layarası sular bəzi yerlərdə laylar əyilmiş formada olduqda yüksək təzyiq altında yerləşir. Belə yerlərdə quyular qazılır və arteziyan sularından yer səthinə çıxarılır. Layarası sulardan istifadə etmək üçün qazılan quyular arteziyan quyuları adlanır. Dünyanın ən böyük arteziyan hövzəsi Mərkəzi Asiya, Qərbi Sibir, Mərkəzi Avstraliya, Şimali Afrika, Azərbaycanda da Küraraz ovalığındadır. Su anbarlarından sızan sular, eyni zamanda bu sular ovalığın çökək hissəsində toplanaraq qurut sularının qalxmasına, şoranlıq və bataqlıqların yaranmasına səbəb olur. Şoranlaşmanın qarşısını almaq üçün ərazilərdə kollektor drenaj şəbəkəsi qurulmuşdur. Kollektorlar qurut sularının səviyyəsini aşağı salmaq və torpaqları duzlardan təmizləmək üçün qazılan kanallardır. Drenajlar isə yeraltı suları kollektorlara axıtmaq üçün istifadə olunur. Azərbaycanda Baş Şirvan, Baş Mil Qarabağ, Baş Mil Muğan kollektorları vasitəsilə minerallaşmış qurut suları Xəzər dənizinə axıdılır. Respublikamızda istifadəyə yararlı qurut suları Qusar Mahalli Düzənliyi, Şollar Düzü, Qanıq Əyriçay çökəkliyi, Lənkəran ovalığı aiddir. Tapşırıqlara baxaq. Çay şəbəkəsinin sıxlığı 2,6 kvadrat kilometr, ərazinin sahəsi 3000 kvadrat kilometrdir. Ərazidən axan çayların uzunluqlarını soruşur bizdən. Deməli, bizə verib, sıxlıq verib 2,6, sahə verib 3000. Düsturumuzu yadımıza salaraq, sıxlığı tapmaq üçün uzunluğu bölürdük ərazinin ümumi sahəsinə. Bunu F hərfi ilə işarə edə bilərik. Biz buradan eli tapmaq üçün S-i F-ə vurardıq. Deməli, 2,6-nı 3000-ə vurardıq. Bu da edərdi 7800 km. Buradan axan çayların ümumi uzunluğudur. Tapşırıq 3-ə baxaq.
Çay okean səviyyəsindən 2400 metr yüksəklikdən başlayır və 13 metr yuxarıda yerləşən bataqlığa tökülür. Çayın düşməsi. Deməli, 2400-dən başlayır, 13 metrdə isə tökülür. 2400-dən 13 metr çıxaraq 2387 metr çayın düşməsi olar. Tapşırıq 4. Kür çayının düşməsi 2767 metr, uzunluğu 1515 kilometrdir. Meyilliliyini tapın. Demişdik, çayın meyilliliyini tapmaq üçün düşməni uzunluğa bölürdük. Düşmə 2767, uzunluq 1515 kilometrdir. Böldük 1.8 alarıq. Tapşırıq 5. Çayın ən kəsiyinin sahəsi 560 kvadrat metr. Suyun sürəti 3.5 metr saniyədir. Onun su sərfini təyin edin. Su sərfini tapmaq üçün ən kəsiyinin sahəsini surətə vurardıq. Deməli, 560 kvadrat metr vurardıq, 3.5 metr saniyə. O da 1960 metr kubu bölünsün saniyə alardıq.